Word testlərində qarşınıza çıxa biləcək bir neçə məsələ nümunələrinin izahını verəcəm. Gəlin əvvəlcə birinci məsələmizin şərti ilə tanış olaq. Demək, məsələmizin şərtində deyir ki, 4 sətr və 4 sütundan ibarət cədvəl verilmişdir. Birinci sətrin bütün xanaları seçildikdən sonra merge cells əmri icra olunmuşdur. Sonra üçüncü sətrimiz seçilmiş və şəkildəki kimi əmrlərimiz icra olunmuşdur və artıq bu əməliyyatlar icra olunduqdan sonra cədvəldə bizdən cəmi neçə xananın olduğunu soruşur. Ümumiyyətlə gəlin bu tip məsələlərimizi həll etməmişdir. Əvvəl sizlərlə merge cells əmrinin, bir də split cells əmrinin nə olduğunu öyrənək. Merge cells əmrimiz demək xanaları birləşdirmək, split cells isə xanaları bölmək deməkdir. İndi bunu məsələ üzərində sizə izah edəcəm. Demək, oxuyuruq birinci nə idi? Birinci sətrin bütün xanaları seçildikdən sonra ümumiyyətlə bizdə neçə dənə sətr sütun var? Gəlin onu çəkək. Demək, bizim 1, 2, 3, 4 dənə sətrimiz olmalıdır. 4 dənə də sütunumuz 1, 2, 3. Yəni 1, 2, 3, 4. Mənim neçə dənə sütunum oldu? 4 dənə sütunum oldu. İndi baxırıq nəyə? Birinci sətrin bütün xanaları seçildi. Dedi ki, merge cells əmrimiz xanaları birləşdirmək demək. Yəni mənim burada 4 dənə xanam varsa, bu birləşəcək, eləyəcək bir xana. Yəni birinci sətrimdə bir dənə xana var. Keçdik ikinci sətrimdə heç bir əməliyyat icra olunmayıb. 4 dənə xanam var. 1, 2, 3, 4. 4 dənə xanam var. Sonra keçdim artıq üçüncü sətrimdə nəsə əməliyyat icra olunub. Baxırıq şəkil 1-ə. Şəkil 1-də diqqətli olsaz, ümumiyyətlə şəkil 1 və şəkil 2-yə fikir versəz, sütunlarda, sətirlərdə eynidir. Yəni sütun kolumuzdur, sətr isə rowsdur. Eynidir. Sadəcə fərq burdadır. Birində qeyd olunub, birində qeyd olunmayıb. Yəni məsəl üçün şəkil 1-də indi nə deyir? Merge cells before split. Yəni ki, mənim demək, cədvəlimdə olan xananı bölməmişdən əvvəl onu birləşdirib sonra bölmə əməliyyatını icra etməlisən. Amma şəkil 2-də deyir ki, sən xanaları birləşdirmədən xananı böl. İndi bunu necə edək? Birinci baxırıq şəkil 1-ə. Əsasən, məndə 10 sütun deyirsən və birləşdirdikdən sonra bölmək deyirsən, mən xananı baxın 1-dəki kimi birləşdirəcəm və sonra onu 10 dənə sütuna böləcəm. Baxın. 10 dənə nə etdi? Sütunum elədi. İndi keçdik 4-cü sətirdə heç bir əməliyyat aparılmayıb 4 dənə. Yəni olacaq məndə 4 plus, daha doğrusu 1 plus 4 plus 10 plus 4 fərqi yoxdur. Eləyir bizdə demək 5, 5-ün üstə 4, 9, 19. Yəni mənim cavabım nə elədi? 19 xana elədi. İndi siz bu xanaları saysaz görəcəksiniz ki, həqiqətən də 19 xanam var. İndi şəkil 2-yə əsasən, şəkil 2-də də deyir ki, demək xanaları birləşdirmədən bölmə əməliyyatını həyata keçir. İndi diqqətli olsaq, birinci xana yenidən 1 olacaq, birinci sətirdə daha doğrusu, çünki deyir merge cells əmri. İkincidə yenə 4 dənə olacaq. Sonra dördüncüyə baxaq, yenə 4 dənə olacaq. İndi qayıdaq üçüncüyə. Baxaq görək neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40. Əslində bunu siz belə özüm saydım ki, daha rahat, daha yaxşı başa düşəsiniz. Əslində belə 4 dənə xanadırsa və hər xana 10 sütuna bölünəcəksə, demək ki, bizim 40 dənə demək nəyimiz olacaq? Sütunumuz olacaq. Amma belə saydım ki, daha rahat başa düşəsiniz. Yəni olacaq 1 plus 4 plus 40 plus 4. Yenə də olacaq mənim cavabım 49. Yəni şəkil 1-də 19 oldu mənim xanamın cavabı. Şəkil 2-yə əsasən isə 49 oldu. İndi keçək ikinci məsələmizə. İkinci məsələmizdə deyir ki, şəkil əsasən sənədin 9-cu səhifəsinin nömrəsini hesablayaq. Baxırıq burada nəyə? Ümumiyyətlə bu nədir? Gəlin əvvəlcə bunu öyrənək. Mənim sənədimdə 26 səhifə var. Yəni cəmi 26 səhifəm var və mən 6-cı səhifədəyəm. Yəni bu mənim nəyimdir? Cari səhifəmdir. Və mənim cari səhifəmin nömrəsi 32-dir. Yəni 6-cı səhifəmin nömrəsi 32-dirsə, məndə 9-cu səhifə istəyir. 7-ci səhifə 33 olacaq, 8-ci səhifə 34 olacaq, 9-cu səhifə 35 olacaq. Və yaxud bu tiplərdə 10-cu səhifənin və yaxud 5-ci səhifəni soruşsa 31 götürəcəyik. Və yaxud 4-ü soruşsa 30 götürəcəyik. 10-u soruşsa bilər 36 götürə bilərik. Yəni əvvəli soruşsa geri gedəcəyik, sonranı soruşsa qarşıya gedəcəyik. Bu da belə. İndi keçdik 3-cü məsələmizə. Yenə də deyir, amma burada deyir ki, neçənci səhifədən nömrələndi. Yəni bizdə səhifələr neçədən başlayaraq nömrələnir? Təbii ki, 1-dən. Demək yenə də 24 mənim ümumi səhifəmdir, 13 mənim cari səhifəmdir və 13-ün nömrəsi 18-dir. 12 olacaq 17, 11 olacaq 16, 10 olacaq 15, geri gedirik. 9 olacaq 14, 8 olacaq 13, 7, 12 olacaq, 6 demək 11 olacaq, 5, 10 olacaq, 4, 9 olacaq, 3, 8 olacaq, demək 2, 7 olacaq, 6 isə 1 olacaq. Yəni mənim səhifəm neçədən başlayıb nömrələməyə? 6-dan başlayıb nömrələməyə. Və burada diqqətli olun, bəzən tələbələr line-ı görür, burada word-ü görür, elə bilirlər ki, yəni bunlarda istifadə etməlik məsələlərdə. Xeyr, bunlar sizin üçün çaşdırılan bir məqam kimi verilib. Line burada, yəni mənim sənədimdə 4 dənə sətr var, burada isə 2 dənə sözüm var. Yəni mətnimdə 2 dənə söz var. Yəni bu nömrələmə soruşan zaman siz bunlardan istifadə etməməlisiniz. Yalnız nömrələrə fikir vermək lazımdır. İndi keçdik 4-cü tip məsələmizə. 4-cü tip məsələmizi gəlin oxuyaq. Bu Ctrl-X, Ctrl-V, Ctrl-C, yəni cut, copy, bir də paste əmrləri ilə bağlı bir məsələmizdir. Deyir, Ləman 4 abzaslı mətn üzərində redaktör əməliyyatları aparmaq qərarına gəldik. 4-cü abzasımızda, yəni burada qeyd olunub 4 abzasımızda. İndi başlayırıq birinci. Gəlin elə bunu demək belə praktik olaraq sizə göstərim. Deyir, birinci şərt oxuyuruq. Ləman ilk öncə ikinci abzası Ctrl-X idi. Birinci abzasının qarşısında bir dəfə Ctrl-V etdi. İndi gəlin demək nə edək biz? İkinci abzası Ctrl-X edək. İkinci abzasımız budur. Ctrl-X də budur. Ctrl-X etdikdən sonra birinci abzasda deyir ki, bir dəfə Ctrl-V etdik. Aha, bir dəfə Ctrl-V etdik. Sonra nə deyir? Deyir, bunu da böyüdüm, yaxşı görün. Sonra üçüncü abzası seçib, qarşısında bir dəfə, daha doğrusu üçüncü abzası seçib Ctrl-C edib, sonra backspace vurdu. Üçüncü abzasımızı seçək, Ctrl-C edək və backspace vuraq. Aha, backspace vurduq. Sonra nə deyir? Daha sonra ikinci abzasının qarşısında bir dəfə Ctrl-V etdikdən sonra, yəni Ctrl-V edirik, yəni yapışdırırıq, yapışdırdıq. Yapışdırdıqdan sonra şərtimizdə nə deyir? Sonra yapışdırdıqdan sonra həmin o ikinci abzası seçib Ctrl-X vurub birinci abzasda yazdıq. Demək, bunu seçirik. Sonra Ctrl-X edirik və birinci abzasda nə edirik? Ctrl-V edirik bir dəfə. Belə.
Yəni bizdə deyir ki, bu əməliyyatlar icra olunduqdan sonra abzaslar ardıcıllığı necə olacaq və gördünüz ki, abzaslar ardıcıllığımız necə oldu. Bu da belə. Sonra keçdik növbəti məsələmizə. 5-ci məsələmizdə mətn redaktorunda yazılmış mətnin aşağıdakı fraqmenti əsasən kursorunun dayandığı nöqtəyə əsasən nöqtəyə görə, daha doğrusu backspace düyməsi 4 dəfə, delete düyməsi 2 dəfə sıxıldıqdan sonra cavab nə olacaq? Yəni ekranda nə qalacaq, nə görünəcək? Baxaq. Demək backspace ümumiyyətlə yadımıza salaq ki, soldan silməkdir, delete də sağdan silməkdir. İndi gəlin bunu bizə verilən məsələ üzərində icra edək. Baxın kursorumuz Ə ilə R-nın arasındadır. Baxırıq, backspace 4 dəfə. Backspace 4 dəfə onda Ə-ni siləcək, D-ni siləcək, boşluğumuz var. Burada boşluq siləcək, bir də A-nı siləcək. Yəni olacaq informatik. Bir də qalacaq rüslər. Sonra deyir, artıq gəldi kursorun harda dayandı? K-da. Çünki A-nı silibsə artıq K-nın yanında dayanacaq. Və ondan sonra deyir ki, delete düyməsi 2 dəfə sıxıldı. Delete düyməsi isə sağdan silməkdir. Yəni R silinəcək. Olacaq bizdə informatik, bir də ləri. İnformatikləri adlı bir sözümüz alınacaq. Demək, indi keçək 6-cı məsələmizin şərtini oxuyaq. 6-cı məsələmizin şərtində deyir ki, MS Word-da aşağıdakı mətn yığılmışdır. Convert text to table əmri icra olunduqdan sonra cədvəldə neçə xana boş qalar və ayrı simvol olaraq vergüldən istifadə edilmişdir. Ümumiyyətlə yadımıza salaq ki, convert text to table əmri nəyi icra edir? Bu mətnləri cədvələ çevirməkdir. İndi baxaq bizim mətnimizə. Ümumiyyətlə bizdə 3 dənə sütun var. Şagird sütunumuz, yəni sütun başlıqlarımız, fənnimiz, bir də qiymətimiz. Baxırıq birinci sətrimizə. Və aşağı hissədə də şagirdlərin adı, fənlərin adı və qiymətlərin adı var, qiymətləri veriblər. Baxaq birinci Aysel. Yəni birinci sətrimizdə Aysel fən olaraq riyaziyyatda qiyməti yoxdur, boş saxlayıram. İkinci sətrimdə Fuad şagirdin adı verilib və Fuaddan sonra nə gəlməlidir? Fən gəlməlidir. Fən yoxdur, boş saxlayıraq, qiyməti 4 verilib. Sonra informatikadan əvvəl, yəni fəndən əvvəl hansı sütun gəlməli idi? Şagird. Şagirdin adı yoxdur, amma informatikası var, i yazdım və qiyməti də 5-dir. Sonra baxıram burdan, demək 4-cü sətrimə. 4-cü sətrimdə şagirdimin adı var, Güneldir. Fizikası fənni verilib, qiyməti verilməyib, boş saxlayıram və sonuncu sətrimə baxıram. Şagirdimin adı Əziz. Yenə də şagirddən sonra nə gəlmədi? Hansı sütun gəlmədi? Fən sütunu yoxdur, boş saxlayıram və qiyməti də 3-dür. Yəni mənim neçə dənə boş sütun xanam oldu? 1, 2, 3, 4, 5. Yəni mənim cavabım burada necə olacaq? 5 olacaq.